Sabahınız xeyir, yeni videoma xoş geldiniz. Bugün sizlerle inşallah burada en büyük müsəlman məhəlləsi var. Oranı gəzib sizlərə göstərəcəm müsəlman məhəlləsini. İndi deməli burada halal restoranımız var. Müsəlmanların restoranı var. Oradan pide kimi. Pide değil da çörəkdir. Prosta dadı fərqli çörəkdir. Ondan alıb səhər çörəyimizi yeyib inşallah yola çıxıram. Qabaqda da polislə vətəndaş qırır bir-birini. Deməli naql vermişik. Görək naqlları var. Keçən dəfə aeroportda. Bu şəkildə yeməklər. Təndir çörəyi yeyəcəm sadəcə. Təndir çörəyi deyil, qəşəngdir. Özümə güvənirəm, seçimimə güvənirəm. Müsəlman məhəlləsinə getdiyim üçün özüm çox şey yemirəm. Onsuz da o həddən artıq çox doydurucu bir şeydir. Yəni, bu şəkildə başlarında təsəki, xanımların başı bağlı. Yəni, bu şəkildə işləyirlər. Buranı tapmağım yaxşıdır. Aşağıya düşən kimi bunlar var. Rahat oturub çörək yeyə bilirsən. Həqiqətən o qədər gözəl millətdirlər ki, vallahi. Yəni, adamın üzünə elə gülürlər ki, şəxsən bunu pay gətirib bu çayı. Yaşıl çayı mənə pay gətirib. Gülə-gülə elə qəşəng gətirir. Nə bilim. Gəlib qalmağa, yaşamağa dəyər bir yerdir bura. Yəni, insana hörmət var. İnsana insan cəhətdən həqiqətən çox böyük hörmət edirlər. Sizə təxmini qiymətlərdən də danışım. Deməli, burada qənədin şişi, qənəd budun şişi 2 manatdır. Sən ki, qənəd şişin qiyməti 2 manatdır. Sonra buzu börəyin şişi hardasa 8 manat falandır. O böyük bud verirlər, dana budu yox, qoyun budu verirlər 10 manatdır. Bu şəkildə. Sonra setləri var, dünən yemişdim, göstərmişdim. Bunu 2 manat vermişəm. 2 manat neçə qəpik buna pul vermişəm. Üstü qəşəng dadlı sosdan hazırlanıb. Hal-hazırda Çinin Nijuey bölgəsindəyik. Bura müsəlman məhəllələri gedir. Burada gördüyünüz bir çox şey müsəlmanlara aiddir. İndi gecə içlərinə doğru girməyə. Samir, xoş gəlmişsən. Bura Çinin ən böyük müsəlman məhəlləsidir. Müsəlmanların ən çox yaşadığı bölgədir. Yəni burada ən çox yemək sırası olan yer buralardır, bu məhəllələrdir. Müsəlman məhəllələri. Hamı düzülüb belə sıraya. Nəsə indi yemək alacaqlar. Mən necə keçim o tərəfə? Sorry. Baba hamısı dana ətindən hazırlanmış yeməklərdir. Baba hamısı da dana əti. Şəkildə. Ona görə də qarşısı hamısı sırayla doludur. Şəkildə sıralar. Təşəkkür edirəm bəyənənlər. Var olasınız. Nəysə sırasını gözləyirik. Keçmək olmur, yol tutur. Yemək sıralarına baxın. Yayın verdim. Burada ancaq yemək sıralardır. Görün insanlar nə qədər çoxdur ki, bütün dükanların qarşısı yemək sırasıdır. Burada bir dənə əməlli dönərçi gedərik. Əsl var, orada dönərçi yatırdan cavad düzülə belə sıraya. Deməli burada toyuq satırlar müsəlman yerində 8 yuana görürəm nədirsə. 8 yuandır bütün qiymətlər. Bir toyuqda 28 yuandır. 4 yuan 1 manatdır. Neçəyə düşür indi siz hesablayın, 7 manata.
7 manata bir dənə bütöv toyuq satırlar. Yəni belə deyim də qril formasında. Sıraya baxın indi siz. Yəni bir dənə mağazanın qarşısında olan sıra. İnsanlar da səliqə ilə durub. Məsələn, bu arxadakı insan o sıranın axırından necə gəlib, sıranın əvvəlindən necə gəlib çıxacaq. Bir rahat bir saatdan çox burada dayanmalıdır. Baxın, sıra hələ qurtarmır. Hələ qurtarmır sıra. Hələ də gerisi gəlir. Yəni tərpənmirlər də, hərəkətdə yoxdur. Bu formada. Ən ucuz Bayron oldu. Ət dükanları. Arada buradan YouTube'a da video çəkirəm. Maşın deyirdim, bax abi. Maşınlar ən çox belə formadadır. Baxın. Maşınları belədir. O yalan deyərəm. Hamısını xatırlamıram. Ətlər. 38 yuan, nələrdir bunlar? Əsasən mal ətidir. Dəqiqəyə çox güclü külək başladı. Hər tərəf tozun içində. Gözü görmür. Telefonumun üstü belə ağappaq vardı. Gedək metroya, Qatar metroya. Külək cəhənnəmi, hər şey cəhənnəm, toz buludu götürüb aləmi. Yolu keçəndə aşırtmışdım. Hal-hazırda Çinin başqa bir məhəlləsindəyik, Ghost Street deyik, Ghost Street. İndi yavaş-yavaş oranı gedək, keşf edək, görək nələr var, nələr yoxdur. Kiminsə telefonu zəng çalmağa başlayıb burada. Hər məhəlləsinin ayrı bir ab-havası var, hər məhəlləsinin. Bütün məhəllələr belə hərəkətlidir. Küçələrin hamısı işıqlı. Vay. Hara gəlmişik biz. Həqiqətən gözəlsən Çin. Yəni gəzməli möhtəşəm yerlər var, çox möhtəşəm